Salam, hər vaxtınız xeyirli olsun əziz müəllimlər. Deməli 5-ci sinifin 3-cü mövzusu haqqında burada testlər var. İstədim o testlərin cavabını sizlərə səsləndirəm. Deməli 3-cü mövzumuz nə idi? Ölçmə və nişanlama alətləri. Bunlar haqqında gəlin hər bir xırdalığa qədər bu testlərin cavabını mən sizə deyəcəm və izahını verəcəm. Deyir ki, birinci sualda vacib və məsuliyyətli əməliyyatdır. Vacib və məsuliyyətli ölçmə və nişanlama. Əlbəttə ki, ölçmə və nişanlama vacib və məsuliyyətli əməliyyatdır. Mən hər hansı bir geyimi tikirəmsə və yaxud da ev tikirəmsə, mən onun ölçüsünü düzgün ölçməsəm, nişanlamasam, mən nəyisə ərsəyə gətirə bilərəm? Əlbəttə ki, xeyr. Ona görə də ölçmə və nişanlama vacib və məsuliyyətli əməliyyatlardan biridir. İkinci suala baxırıq. Nişanlama nədir? Bəli, nişanlama deməli pəstahın üzərinə emal sərhədlərini və yerini göstərən kontur xətlərin çəkilməsi və nöqtələrin qeyd olunması prosesinə nişanlama deyilir. Burada da B variantıdır. Üçüncü suala baxırıq. Üçüncü sualda deməli bir neçə eyni detalın nişanlanması nə vasitəsilə aparılır? Bir neçə detalı tez və dəqiq eyni real ölçülərlə nişanlanması ülgü vasitəsilə aparılır. A variantı. Dördüncü suala baxırıq. Detalların və pəstahın ölçülməsi, nişanlanması və yoxlanılması üçün hansı alətlərdən istifadə olunur? Bizim bunları seçməyimizi istəyib 4-cü sualda. Deməli 4-cü sualda bax deyir ki, bunları bizdir nişanlayıb ölçürük. Nişanlayırıq bizlə. Bir düzdür. Deməli, altı taxta yox, bu tərtibatdır. Baxırıq ki, bucaqlıqdır var, metal ölçmə lenti var, sağanaq yox, reismus var və bir də xarrat metrəsi var, dayaq isə yox. Bunlar hamısı tərtibatlar. Deməli, burada 4-cü sualda hansı oldu? C variantı. Baxırıq 5-ci suala. Ölçü aləti hansıdır? Bax, deyir ki, ölçü aləti hansıdır? Ölçü aləti xarrat metrəsidir. Ölçmə, ümumiyyətcə bölgüləri olan xətkeşdir. Nəyə ki, ölçürük santimetr lentdir, bunlar hamısı ölçü alətləridir. 6-cı suala baxırıq. Hansı alətlərlə həm ölçür, həm də nişanlama aparılır? Hansı alətlər idi o? Adlarını demişdim mən. Deməli, 6-cı sual idi da, hansı alətlər ölçür və həm də nişanlama aparılır? Baxırıq 6-cı sualda, deməli, xarrat metrəsi yox. Bölgüləri olan xətkeş. Deməli, baxıraq A ilə C variantı gəlir. Sonra bölgülər olan xətkeş, metal ölçmə lenti bəli, karandaş yox, transporter yox, bir də transporterlə bəli, pərgər yox. A variantı. 6-cı sualda A variantı düzgün cavabdır. 7-ci suala baxırıq. Bir neçə detalın tez və dəqiq nişanlanması imkan verir. Bayaq dedim az öncə, ülgü vasitəsilə B variantıdır. Biz ilə hansı əməliyyatlar aparırlar? Ümumiyyətcə, biz ilə deşmə yerləri nişanlanır və deşilir. Biz ilə neyləyə bilərik? Hər hansı deşəcəyimiz yerə bizin ucunu qoyub və başlayırıq deşməyə. Bu formada yadınızda saxlayın D variantı. 9-cu suala baxırıq. Şəklə əsasən uyğunlaşdırın. Bəli, şəklə baxırıq. Deməli, biri göstərir nəyi? Ülgünü. Bir ülgüdür. 2 nədir bizim? Pəstahımız. 3 də karandaşımız. Baxırıq, ülgü, pəstah, karandaş. Deməli, 9-cu sualda C variantıdır. 10-cu suala baxırıq. Fənərdən və ya istənilən bərk materialdan eyni real ölçülərlə hazırlanmış detal formasıdır. Nə? Ülgü B variantı. Hansı alətlərlə nişanlama xətləri çəkilir? Çəkilir deyilir ya. Az öncə demişdim sizə. 11-ci sualda D variantıdır. 12-ci suala baxırıq. Şəkildəki hansı alətdir? Şəkildəki hansı alətdir sizcə? Əlbəttə ki, şəkildəki bizdir də, biz. Evlərimiz var ki, yəni bu bizdən istifadə edirik hal-hazırda da. Baxırıq 13-cü suala. Metal ölçmə lenti ilə hansı əməliyyatlar aparırlar? Metal ölçmə sözünü belə demişdim, yadınıza saxlayın. M hərfləri ilə. M. Metal ölçmə lenti ilə meşə və mişar materialları ölçüb nişanlanır. A variantıdır. 14-cü suala baxırıq. Şəkildəki hansı aləti təsvir olunub? Bax, görürsünüz, şəkillərlə verilib. Bu hansı alət idi 14-cü sualda? Yadınıza salın. Əlbəttə ki, xarrat metrəsi C variantıdır 14-cü sualda. 15-ci suala baxırıq. İri ölçülü pəstahlar ölçülür nə ilə? İri ölçülü pəstahlar deyiləndə adından da bəllidir. İri ölçülü pəstahlar. Xarrat sözündən yadınıza salın. Bax, deyirəm ki, xarrat. Bax, elə bir ki, sanki böyük bir neysə səslənir xarrat, iri ölçülü. Ona görə də D variantını götürürsünüz. Xarrat sözünü bu formada yadınıza saxlayın. 16-cı suala baxırıq. Şəkildəki hansı alətdir? Şəkildəki hansı alətdir? Metal ölçmə lentidir də. Metal ölçmə lenti B variantı.
O 7-ci suala baxırıq. Pərgər ilə hansı işlər görülür? Pərgər nədir? Əvvəllər pərgər olmadıqda nədən istifadə edirdik? Yəni bir dairəvi stəkan ağzından, nəlbəkidən. Yəni pərgər deməli deşik yerlərin çevre və qövsləri nişanlayır. D variantı 17-ci sualda. 18-ci sualda kiçik ölçülü pəstalar ölçülür və nişanlanır nə ilə? Bölgüləri olan xəttkeşlə. A variantı. 19-cu suala baxırıq. Şəkildəki hansı alətin təsviridir? Aha, görürsünüz bax bu formada şəkillərlə düşür hətta. 19-cu sualda baxırıq. Deməli, bunu düzgün edeyim. 19-cu sualda baxırıq. Hansı alətin təsviridir 19-cu sualda? Əlbəttə ki, bu bucaqlıqdır. Bucaqlıq demişdik, neçə hissədən ibarətdir? 2 hissədən ibarətdir. Qəlb hissəsi və od hissədən ibarətdir. B variantına baxırıq. Bucaqlıq ilə hansı əməliyyatlar aparılır? Bucaqlıq ilə düz bucaqlar yoxlanılır, ölçülür və çəkilir. Düz bucaqlar sözündən yadınızda saxlayın. 20-ci sualda D variantı. 21-ci suala baxırıq. Şəkildə hansı alət təsvir olunub? Aha, şəkildəki alətə baxırıq. Hansı alət oxşuyur bu? Əlbəttə ki, reismusdur bu. Deməli, B variantını götürürük 21-də. 22-ci suala baxırıq. Xərrat günyəsinin hissələri hansılardır? Bax, xərrat günyəsinin deyir. 22-ci sualda xəttkeş hissəsi, qəlb hissəsi, bir də ortasında nə idi? Sıxıcı vint var idi. Deməli, burada B variantıdır. 23-cü suala baxırıq. Pəstaxın təbəqələri yeni səthləri emal edərkən paralel xətlər çəkir. Ümumiyyətcə paralel xətlərdən demişdim, yadınızda saxlayın. Bu hansıdır? Reismus D variantıdır. 24-cü suala baxırıq. Bucaqlıq hansı hissələrdən ibarətdir? Az öncə dedim də, qəlb və ud hissədən ibarətdir. Bucaqlıq A variantıdır 24-cü sualda. Qəlb və ud hissədən. 25-ci suala baxırıq. Reismusun əsas hissələri hansılardır? Bax, reismusun hissələri var idi. Deməli, qəlb hissəsi, meydança, tiriciklər, kiçik mismarlar və paz hissədən ibarət idi də. Deməli, bura baxırıq, C variantındadır. 25-də C variantı. 26-cı suala baxırıq. Şəkildəki hansı alətdir? Aha, şəkildəki hansı alət idi? Şəkildəki sualın cavabında az öncə biyaqların biz bunun hissələrini tapdıq. Dedik, xəttkeş hissəsi var idi, qəlb hissəsi var idi və ortasında pas hissəsi var idi. Yadınızdadırsa, sıxıcı vint, üzr istəyirəm, sıxıcı vint var idi. Deməli, burada həmən o hansı alət idi? 26-cı suala baxırıq. Xərrat günyəsinin hissələri idi. 3 hissədən ibarət idi. Xəttkeş, qəlb, bir də ortasında sıxıcı vint var idi. 27-ci suala baxırıq. 27-ci sualda müxtəlif bucaqlar nişanlanır. Verilmiş bucaq transporter üzərində qurulur. Aha, 27-ci sualda nə idi? Xərrat günyəsini neyinirdik? Transporter üzərində qurub nişanlayırdıq. Deməli, bura uyğun olan B variantıdır 27-ci sualda. 28-ci suala baxırıq. Transporter ilə hansı əməliyyatları aparırıq? Transporter ilə bucaqlar nişanlanır və ölçülürdü. Transporter ilə bucaqlar nişanlanır və ölçülürdü. Amma bucaqlar sözündən düz bucaqlar fərqlidir. Birdən ondan qarışdırarsınız. Baxırıq 29-cu suala. 29-cu sualda deyir ki, uyğunlaşdırın. Aha, biz də uyğunlaşdıraq. İri ölçülü pəstalar ölçülür. Nə ilə? Xərrat metrəsi ilə. İri xərrat sözündən demişdim, yadınıza saxlayın. Bir də B-ni götürürük. Aha. Meşə və mişar materialları demişdim, metal ölçmə lenti ilə. Deməli ki, C, BC, aha, B variantına gəldik. Baxırıq, indi kiçik ölçülü pəstahlarda bölgülər olan xəttkeşli A. Deməli, burada B variantıdır 29-da. 30-cu suala baxırıq. 30-cu sualda deməli, deyir ki, biz də bunu yoğunlaşdırmalıyıq. Biz nə idi? Deşik yerləri çevirə və qövsləri yox. Deşmə yerləri nişanlayır və deşik açırıq. Aha, bizlə A, deməli, A-ya gəlirik. B-də ya da D variantıdır. Karandaşla nişanlama xətləri çəkirdik. Aha, deməli, D variantıdır bizim burada düzgün cavabımız. Üçüncüyə baxırıq, pərgər. Pərgər isə nə demişdik? Deşik yerləri çevirə və qövsləri nişanlanırdı. Çevirə və qövs sözündən yadınıza saxlayın. Deməli, burada düzgün cavab B variantıdır. 31-ci suala baxırıq. 31-də deyir ki, düz bucaq, burada da uyğunlaşdırmaq lazımdır. Düz bucaqlar yoxlanılır, ölçür və çəkilir. Düz bucaqlar deyilir.
Nə ilə? Bucaqlıq ilə. Düz bucaqlar deyiləndə bucaqlıq ilə yadda saxlamaq lazımdır. Transporterdə amma bucaqlar nişanlanır. Sadəcə bucaqlar nişanlanır. Nə ilə? Transporter ilə. Baxırıq indi düz bucaqlar yoxlanır, ölçülür və nişanlanır bucaqlıq ilə. Bir də C. Ya C variantıdır, ya D variantıdır. Baxırıq indikiyə. Verilmiş bucaq transporter üzərində qurulur. Nə ilə? Verilmiş bucaq transporter üzərində qurulurdu xarrat günyəsi ilə. Aha, gəlirik D variantına. Baxırıq 3-ə. Bucaqlıq nişanlanır və ölçülür sadəcə nə ilə? Transporter ilə. 4-ə baxırıq. Pəstəhan təbəqələrini yeni səthləri emal edərkən paralel xətlər çəkilirsə, bu da Reismusun tərifidir. Deməli, 31-ci sualda D variantını biz düzgün cavab olaraq götürürük, əziz müəllimlər.